C vitamini. Kimyevi adı askorbin turşusu veya askarbat. C vitamini suda həll olan və güclü antioksidant xüsusiyyətə malik vacib vitamindir. Orqanizm onu özü istehsal edə bilmir. Buna görə də mütləq qida vasitəsilə qəbul edilməlidir. C vitamininin əsas faydaları. 1. Güclü antioksidant təsir göstərir. Sərbəst radikalları zərərsizləşdirir və hüceyrələri qoruyur. Bu, erkən qocalmanın qarşısını almağa kömək edir. 2. İmmun sistemini gücləndirir. Ağ qan hüceyrələrinin fəaliyyətini artırır və infeksiyalara qarşı müqaviməti yüksəldir. 3. Kollagen sintezində iştirak edir. Dəri, damar divarları, sümüklər və qığırdaq üçün vacib olan kollagenin yaranmasını təmin edir. Yaraların daha sürətlə sağalmasına kömək edir və dərinin elastikliyini qoruyur. 4. Dəmirin sorulmasını artırır. Bitki mənşəli dəmirin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir və qan azlığının qarşısının alınmasında mühüm rol oynayır. 5. Ürək-damar sağlamlığını dəstəkləyir. Damar elastikliyini qoruyur və oksidləşdirici zərərin azalmasına kömək edir. 6. Beyin funksiyasına müsbət təsir göstərir. Neyrotransmitterlərin sintezində iştirak edir və zehni performansı dəstəkləyə bilər. C vitamininin əsas mənbələri: meyvələr, portağal, limon, mandalin, kivi, çiyələk, qreypfrut. Tərəvəzlər, qırmızı və yaşıl bibər, brokoli, ispanaq, kələm, pomidor. Digər mənbələr: kartof, cəfəri, qara qarağat. Qeyd: C vitamini istiliyə həssasdır. Uzun müddət bişirildikdə miqdarı azalır. Buna görə də tərəvəzləri çox bişirməmək tövsiyə olunur. Çatışmadıqda yaranan fəsadlar: yorğunluq, diş ətlərinin qanaması, dəri quruluğu, yaraların gec sağalması. Ağır hallarda isə skorbut xəstəliyi inkişaf edə bilər. Qəbul etmə miqdarı. Böyüklər üçün gündəlik tövsiyə olunan doza 65-90 mg təşkil edir. Uşaqlarda isə yaşa görə dəyişir. C vitamini suda həll olur, orqanizmdə yığılmır və artıq miqdarı sidiklə xaric olunur. Buna görə gündəlik qəbul vacibdir.